Dostlarım, Neçə qəsəbə 6 saylı tam orta məktəbin ərazisidir. Bax, qanunsuz tikililər qapının ağzında. 2007'də ayrılan pulu yedilər. Bax, binanın belini dəyişmədilər. Baxın, yeni çəkilən hasalar. Bax, belə qanunsuz tikillər. Binanın kanalizasiya sistemi, bax, bu fövqəladə görülür. Yanın bağlayıblar. Bura pajarlı vertolyot tipli lazımdır. Yani bura pajarlı gəlsə, bir yanğın olsa, bura nətər girəcəkdir bilmir. Yəqin sertifikat edəcək, üzr istəyirik sizdən, aralaşın. Baxın, bax, bura məktəbin ərazisidir. Bax, bu fövqəladə görülür. Məktəbin transformatoru yoxdur. 2007'den sonra götürülür. Göyə əsaslı təmir eləyirlər, deyib, adını, bax, 25 tonluq su çəni yoxdur. Baxın, bax, kanalizasiya sistemini sıradan çıxardıblar. Baxın, gətirib, bax, məktəbin ərazisində. Bax, bura məktəbin bufetidir. Gətiriblər, bax, burada göl kimi yaradıblar. Baxın, məktəbin kanalizasiya sistemi budur. Baxın, bax, çirkab sularını məktəbin düz bufetinin yanına axıdılır. Dəfələrlə icra başçısı Orxan Hüseynzadənin yanında olmuşuq, Firdovsi Məmmədovun yanında olmuşuq. Qəbulda olanda orada tapşırıq verir ki, düzəlsin, ancaq düzəlmir. Baxın. Bax, məktəbin kanalizasiya sistemi, bax, buradan çeşşar şəklində həmən o arxadayı 1 hektarlıq əraziyə axıdılır. Baxın, baxın. Təzə dərs ilində Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəbin tələbələri bax, belə çirkabın içində oxuyacaq. Baxın, baxa bilərsiniz. Baxın. Özü də məktəbin düz bufetinin yanında. Baxın, orada məktəbin bufetidir. Uşaqların çay içdiyi, şirniyyat yediyi yer.